Dostlar salam, yeni bir Excel dersi ilə qarşınızdayıq. Dostlar, bu dərsdə biz verilmiş cədvəldə unikal kodların sayını necə tapmaq olar, onun haqqında danışıb üzərində araşdırma edəcəyik. Yoldaşlar, bu dərs üçün bizə bir ədəd data təqdim olunmuşdur, bir cədvəl təqdim olunmuşdur. Bu cədvəldə yoldaşlar müəyyən bir sıralama və hər bir sıralamada yoldaşlar müəyyən kod sütunları, 2 ədəd kod sütunları var və bu kod sütunların altında isə müəyyən kodları görə bilərsiniz. Yoldaşlar, fikir versəniz dataya, bəzi sətirlərdə və ya xanalarda hər bir xanada bir ədəd kod yazılmışdır. Lakin bəzi deməli xanalarda isə kodlar vergüllər vasitəsilə, yəni ki, ardıcıl şəkildə vahid bir string şəklində, vahid bir, yəni ki, tekst şəklində burada qeyd olunmuşdur. İndi yoldaşlar, bizdən tələb olunur ki, burada baxın təkrarlanan var, təkrarlanmayan var, hətta boşluq olan xanalar var. Ümumi olaraq bu cədvəl boyunca total nə qədər, yəni ki, unikal kod icra olunubdur, onları bizdən deməli tələb olunur. Yoldaşlar, bu arada kod dediyimiz şey, yəni ki, 2517 yazılıbdır bu şəkildə. Bunu necə başa düşməyinizi istəyərəm. Fərz eləyək, hər hansı bir datadır, hər hansı bir sistemdir. Bu sistemdə yoldaşlar, fərz eləyək tip sistemindən deyək, gedirsiniz xəstəxanaya müəyyən bir həkim müayinəsindən keçdi, hər hansı bir xidmət aldınız. Bu xidmətin adını uzun ola bilər. Bu uzun-uzadı yazmaq əvəzinə bu şəkildə kodlamalar edilibdir ki, daha başa düşülən olsun, axtarış edəndə, üzərində nəsə bir analiz edəndə daha sürətli şəkildə analiz edilsin. Bu belə olan təqdirdə bu arada, yəni ki, sırf bu cədvəldə kodlar şəklində qeyd olunmuşdur. İndi bizdən tələb olunur ki, bu kodların unikal sayını tapaq. Baxın yoldaşlar, misal üçün belə bir misal vermək istəyirəm ki, bu 3 sətirdə, baxın, əslində 3 sətirdir və hər birində 1 buradadır, 3 dənə burada 4, bu da 5. Əslində 5 ədəd kod deməli bura əlavə olunubdur, yəni yazılıbdır. Lakin diqqətlə baxsaq yoldaşlar, 2517, 2517 və 2517. 3 dənəsi, yəni ki, burada 3 dənə 2517 var. Əslində bu unikal olaraq 1 dənədir. Və yoldaşlar 211, 21269 isə hər birində 1 dənə olmaqla əslində yoldaşlar totalda burada 3 ədəd, yəni ki, çeşidlilik və ya ki 3 ədəd unikal kod deməli icra olunmuşdur. Bax, indi bizdən bunun sayını tələb edir. Yoldaşlar, təbii bizim ilk ağlımıza gələn nədir? Burada biz gərək unique adında bir funksiya var ki, bu unique funksiyasından istifadə edək. Yoldaşlar, unique funksiyası, baxın, verilmiş yəni ki, aralıqda unikal olan dəyərləri bizə geriyə qaytarır. Bir array olaraq bizə geriyə qaytarır. Yoldaşlar, həmən istifadə etməyə çalışaq. Baxın, bizdən əsas bir array tələb edir. Array dediyimiz şey əslində yoldaşlar elə xanalar və ya ki, aralıqlardır. Baxın, bu 3 aralığı, bayaq dediyim bu 3 aralığı seçək. Və bundan sonra yoldaşlar mötərizəni belə bağlayaq və enter düyməsini klikləyəndə baxın bizə 2 ədəd, yalnız ki biz 3 dənə seçdik, lakin bizə 2 ədəd deməli xana qaytarmış oldu. Yoldaşlar, hansı ki 2517 biz bu 3 dənəsini seçmişdik deyə 2517 həm 1-də, həm 3-cü sətirdə olduğu üçün bunları unikallaşdırmağı bacardı və onları 1 ədəd verdi bizə. Lakin yoldaşlar, aşağıdakı xana isə özlüyündə unikal bir, vahid bir deməli bir data olduğu üçün, hansı ki vahid bir şəkildə, string şəkildə yazıldığı üçün, baxmayaraq ki, içərisində 2517 var, onlar digərindən ayrıla bilmədiyi üçün 2517 ilə müqayisə edə bilməyəcək. Və belə olan təqdirdə bizə əslində biz gözləyirdik ki, bizə nə qaytarsın? 211, 269 və 2517 qaytarsın. Lakin bizə 2 dənəsini, yəni ki, birini unikallaşdırılmış, yəni ki, unikallaşdırılmamış bu şəkildə bizə geriyə qaytardı. Baxın, bu səbəbdən unique funksiyası bizdə burada tam bizim istədiyimizi verməyəcək. Yaxşı yoldaşlar, nədir bunun deməli həll yolu? Təbii yoldaşlar, əslində həll yolu burada kiçik də olsa görsənir. Hansı ki biz fikir versəz, 2 fərqli xanada olan 2517-ləri bu hesablamanın içərisində daxil etdiyimiz zaman bunları xanada, hər biri fərqli xanada olduğu üçün unikallaşdırma edə bildi. Demək ki, yoldaşlar, əslində bu dəyərlər də eyni qaydada fərqli xanalarda olsa, o da eyni qaydada unikal funksiyası həmin o deməli dəyərləri unikallaşdıra biləcək. Yoldaşlar, həmən belə bir şey demək istəyirəm ki, sizə bir xanada olan dəyərləri müəyyən bir limitə görə, müəyyən bir delimiterə görə daha doğrusu parçalamaq, onları fərqli xanalarda yazmaq üçün təbii biz funksiyadan daha ziyadə data bölməsində olan text to column-dan istifadə edirdik. Təbii biz şərtimiz budur ki, bir dənə funksiya daxilində biz bunu yazaq. Belə olan təqdirdə yoldaşlar text to column-u artıq biz istifadə etməyəcəyik
birbaşa bunu müəyyən bir funksiya vasitəsilə etmək olar. Yoldaşlar, bu funksiyanın adı istifadə edə biləcəyimiz text split adında bir funksiya var ki, bu text split formulu bu funksiyası müəyyən bir delimitrə görə, baxın yoldaşlar, tekstləri sətir və ya sütunlara bölmək üçün istifadə olunur. Adı üstündə text split. Teksti split etmək və ya bölmək, parçalamaq. Dostlar, bizdən tekst tələb edir. Yəni ki, parçalanacaq o teksti bizdən tələb edir. Və yoldaşlar, burada gərək, misal üçün, bunu götürək və nöqtə vergül. Dostlar, bizdən əsas bir neçə təbii arqument tələb edir burada. Bizə əsas lazım olacaqlardan biri bu teksti call delimiter, row delimiter və ignore empty. Hansı ki, yoldaşlar, call delimiter nədir? Yəni ki, delimiter burada vergül olduğu üçün biz bura gərək vergül əlavə edəcəyik. Lakin vergülü əlavə etdikdən sonra və mötərizə bağladıqdan sonra enter düyməsini basanda bu funksiya bu dəyərləri yoldaşlar, baxın, sütunlar üzrə böldü. Lakin yoldaşlar, əslində biz bu yəni ki, vergülü belə deyək, call delimiterə yox, row delimiterə yazsaq, əslində parçalanan dəyərləri sətirlər üzrə aşağı doğru bölmüş olacaq. Və yoldaşlar, bu da əslində yəni ki, bizə lazım olan bir məsələdir. Çünki biz istəyirik ki, sətirlər üzrə bölgü aparılsın və biz onun üzərində rahat bir şəkildə deməli addımlayaq və yaxud ümumiyyətlə üzərində müəyyən bir hesablama edək. Dostlar, bax, bu parçalanma əməliyyatı, yəni ümumiyyətlə xanada olan parçalanma əməliyyatı digərləri kimi sətirlərə bölgüsü bu şəkildə text split funksiyası vasitəsilə yerinə yetiriləcək. İndi yoldaşlar, təbii ağlımızdan nə keçir? Necə ki, burada biz gəldik, bir xananı seçdik. Gəlin yoldaşlar, bir neçə xananı seçək. Deyək ki, yoldaşlar, məsələn, bu xanalarda olan dəyərləri parçalasın. Gözləntimiz nədir yoldaşlar? Bu geriyə nə qaytarmalıdır bizə? Bax, bu 3 dənə kodu, yəni ki, 211, 269 və 2517 artıq bir dənəsini etməməlidir və ya ümumiyyətlə parçaladığımız zaman hamısını fərqli xanalara əlavə etməlidir. Yəni, hətta o parçalamadan sonraki unikallaşdırmanı çıxmaq şərti ilə. Və enter düyməsindən klikləndə yoldaşlar, baxın, qarşımıza bu şəkildə bir mənzərə çıxdı. Təbii, onsuz da birinci xanada bir ədəd dəyər var idi, geri onu qaytardı, lakin parçaladıqdan sonra isə yoldaşlar 211 qaytardı, lakin digərlərini isə artıq yoldaşlar göstərmədi. Təbii, sual verə bilərsiniz ki, bəlkə elə bir arqument var ki, yoldaşlar, burada həmin onu bizə deməli verir. Əslində yoldaşlar burada yoxdur. Sırf text split funksiyası bu şəkildə bir aralıq verdiyimiz zaman yoldaşlar əslində geriyə sadəcə ilk dəyərləri bizim üçün split edəcək. Əslində bunun səbəblərindən biri budur ki, text split funksiyası baxın bizdən array tələb eləmir. O birbaşa text tələb edir. Yəni ki, vahid bir data bizdən tələb edir. Bunun əslində bu şəkildə geriyə xətalı bir şəkildə qaytarmasının səbəbi də tam olaraq bundan ibarətdir. Demək ki, yoldaşlar, bizim üzərimizə düşən nədir? Biz text split'i necə ki, bir xanada olanda, yəni ki, vahid bir dəyər olanda düzgün şəkildə qaytardığı kimi, əslində digərlərini və yəni ki, dəyərlər də eyni qaydada, yəni ki, bütün cədvəlin bu dəyərlərini vahid bir text altında birləşdirsək və onu text split'ə versək, bundan sonra artıq o düzgün bir şəkildə parçalamanı apara bilər. Bu səbəbdən yoldaşlar, biz text split'i elə birbaşa gəlib də bu şəkildə bir aralıq və s. seçib də hər hansı bir nəticə gözləyə bilmərik. Yaxşı yoldaşlar, bu dəyərləri bəs indi text split'ə vahid bir şəkildə vermək üçün biz bunları necə birləşdirək yoldaşlar? İndi gəlin ona baxmağa çalışaq. Yoldaşlar, müəyyən bir neçə dəyəri bir-birinə birləşdirmək üçün biz bilirik ki, ümumiyyətlə concatenate və s. həmçinin concat və s. funksiyalarından falan istifadə etmək mümkündür. Yoldaşlar, təbii concat funksiyasının əksikliyi nədədir? Bizə niyə kömək edəməyəcək burada? Biz hər bir dəyəri digərinə birləşdirmək üçün yoldaşlar, məsələn, bu şəkildə yazdığımız zaman, baxın, o 2, 5, 17 birbaşa 2, 1, 1 yazdı. Onun üçün mütləq nə etməliyik yoldaşlar? Arada həmin o delimitri özümüz də bu şəkildə yazmalıyıq. Təbii yoldaşlar, bu bir neçə xanada bizim işimizə yaraya bilər, amma ümumi bir cədvəldə bu bizim işimizə yaramayacaq və xüsusilə də burada boşluqlar falan varsa. Və təbii ki, yoldaşlar, concatdan istifadə edəsi olsaq, biraz daha uzun bir kodlamalar və s. etməliyik. Lakin bu işi bizim üçün asanlaşdıran yoldaşlar, text join adında bir funksiya var ki, bu funksiya yoldaşlar, baxın, delimiterdən istifadə edərək verilən tekstləri və həmçinin aralığı, bu əsas məsələ də budur ki, biz burada aralıq verəcəyik buna, yəni ki, aralığın tekstlərini, içərisində onun dəyərləri bir-birinə concatenate edilir yoldaşlar və bundan sonra
delimiter istəyəcək bizdən. Dostlar, delimiter təbii digərlərində olduğu kimi hər birində yəni ki, vergül olmalıdır. Yəni, hər bir dəyər digərindən vergül ilə ayrılmalıdır. İkinci arqument olaraq bizdən yoldaşlar, yəni emptiləri ignore edib etməməyi bizdən soruşur. Yoldaşlar, təbii bizim datamızda fikir versəz, xanalarda müəyyən bir boşluqlar var. Bəzən kod 2-də, bəzən kod 1-də, hətta bəzilərində ikisində bərabər. Belə olan təqdirdə biz bu xanaları, yəni bu dəyəri boşluqla birləşdirmək əvəzinə, yəni bunu görməzdən gəlməliyik. Bu səbəbdən yoldaşlar, ignore empty bölməsində true deyək. Bundan sonra nöqtə vergül. Yoldaşlar, bu bizdən artıq, baxın, tekstləri tələb edəcək. Yoldaşlar, belə olan təqdirdə biz tək-tək də yaza bilərik. Lakin vahid bir şəkildə belə bu şəkildə götürəsi olsaq, bu bizə artıq həmin o dataların hamısını birləşmiş bir şəkildə vermiş olacaq. Yoldaşlar, bundan sonra baxın, kiçik bir aralıq götürürəm görmək üçün sadəcə və mötərizəni bağlayacağam. Baxın yoldaşlar, həmin dataları bir-birinə fikir verin, vahid bir şəkildə və həmçində vergüllər vasitəsilə birləşdirdi. Baxın, bu dostlar artıq bir xana içərisində bütün dataların, yəni burada olan məlumatların xanalardan vahid bir stringə çevrilməsi üçün istifadə olunacaq bir funksiyadır. Dostlar, təxmin edirsiniz ki, artıq bundan sonra biz gəlib əgər text split, yəni ki, bu dəyərin özünü text split eləsək, bu şəkildə bu bizə baxın yoldaşlar, həmin xanaları, daha doğrusu həmin dəyərləri xanalara bölmüş olacaq. Və bundan sonra isə yoldaşlar biz gəlib burada unique dəyərindən və yaxud ki, bu unique funksiyasından istifadə etsək, bu artıq bizə, baxın, unikal kodları vermiş olacaq. Və həqiqətən də yoldaşlar, baxın, işin başında biz 4 ədəd xana seçmişdik. Bu 4 ədəd xanada yoldaşlar, baxın, 2, 5, 17 və həmçinin 2, 1, 1-lər onsuz təkrarlanır. Əslində təkrarlanmayan kodlar 2, 1, 1, 2, 1, 269 və 2, 5, 17-dir. Hansı ki, onları da baxın yoldaşlar, burada artıq siz görə bilərsiniz. Dostlar, indi isə gəlin bu danışdığımızın hamısını vahid bir kod daxilində yazaq və ondan sonra yoldaşlar, deməli, unikal kodun sayının tapılmasını da ən son icra edək. Yoldaşlar, birinci biz nə iş gördük? Təbii bu xanaların hamısını bir-birinə birləşdirməyə ehtiyac var. Dedik ki, yoldaşlar, text join vasitəsilə bir delimiter əlavə edərəkdən ignoreları, daha doğrusu emptiləri ignore edərək bu kodların hamısını bir-birinə birləşdirək. Birləşdikdən sonra yoldaşlar, yəni birləşdirildikdən sonra nə qarşımıza çıxır, bir ona da baxaq. Baxın yoldaşlar, çox uzun bir kod strukturunu burada, daha doğrusu kodların sıralamasını burada görə bilərsiniz yoldaşlar. İndi isə nə etmək lazımdır dostlar? Yoldaşlar, text join ilə gələn bu, göstərdiyim bu teksti nə edək? Sətirlər üzrə bölməyə çalışaq. Dostlar, bu da text split funksiyası idi. Hansı ki, yoldaşlar, bundan sonra call delimiter istifadə edəməyək. Gəlin yoldaşlar, birbaşa bayaq olduğu kimi row delimiterdən istifadə edək. Aşağı doğru bir parçalasın, həm də görək də bütün parçalanmanı. Və enter düyməsini klikləyəndə bu şəkildə yoldaşlar bütün hamısını, yəni buraları təmizləyək. Bunların kodların hamısını baxın sıralı şəkildə ortadan hansı bir boşluq olmadan görə bilərsiniz. Dostlar, bir məsələyə diqqətini çəkin. Burada fikir versəniz, biz text split'in text bölməsinə text join ilə gələn datanı qoyduq və bundan sonra digər arqumentlər olan row delimiter və s. istifadə etdik. Yəni ki, yoldaşlar, burada biz funksiya içərisində funksiya və yaxud ki, nested function anlayışından da istifadə etmiş olduq. Dostlar, ən sonunda text split bizə bu datanı bizə qaytarır. İndi bizim üzərimizə düşən nədir? Bu datadan, yəni ki, bu kodlamadan gələn hansı ki, bu kodların hamısını uniqueleşdirək. Və bundan sonra yoldaşlar, unique deyə bir funksiyadan istifadə edəcəyik. Bayaq olduğu kimi mötərizəni bağlayaq, düzgün bir yerdə enter düyməsindən klikləyəndə, baxın yoldaşlar, eyni qaydada bu şəkildə qarşımıza həmin kodların unikallaşdırılmışı çıxmış oldu. Həqiqətən də çox maraqlı yoldaşlar, düzdürmü? Bu qədər kod yazmışıq, yəni yalnız bura qeyd olunubdur. Hansı ki, yoldaşlar, bu kodlar kənardan baxanda ilk dəfə hiss olunmur ki, hər biri fərqlidir. Lakin yoldaşlar, əslində bu kodlar, yəni ki, bu funksiya vasitəsilə bunların, yəni ki, bu əslində total xana sayı olaraq əslində 35 dənə xanada yazılıbdır, amma əslində totalda nə qədər imiş? 17 dənə unikal koddan istifadə etmişik. Yoldaşlar, yoxlama üçün belə bir şey eləyək. Gəlin burada bir dənə, misal üçün 2 nöqtə atıram 14.789 bu şəkildə tam fərqli bir kod yazdım. Enter düyməsini klikləyəndə, baxın, onu da işin içərisinə qatmış oldu. Dostlar, artıq bundan sonra unikal kod sayı nə olacaqdır?
Bir ona da baxaq. Bunun üçün də yoldaşlar artıq unique funksiyası da öz işini bitirdikdən sonra artıq sadəcə gəlib burada count eləsək, yəni ki, bu dəyərlərin sayını tapsaq, bundan sonra yoldaşlar bu bizə baxın 18 bayaq bunu da əlavə eləmişdik, 18 oldu. Bunu silsək misal üçün, baxın totalda 17 olduğunu görə bilərsiniz. Hətta fərqli bir yoxlama eləyək yoldaşlar. Misal üçün, bu 2-1-1 hansı ki var. Bunu silsək görək rəqəmdə dəyişik olacaqmı? Baxın, yoldaşlar, bunu siləndə isə rəqəmdə hər hansı bir dəyişik olmadı. Çünki 2-1-1 həqiqətən də başqa yerlərdə də var və bu şəkildə unikal kodun sayını da tapmış olduq. Dostlar, burada biz nə öyrəndik? Text join nədir? Text split nədir? Unique nədir? Bu funksiyalar və həmçinin zaten artıq count A-yi də bilirdiniz. Sizə yeni ola biləcək funksiyalardan biri bu 3 dənəsi idi. Bunları artıq burada görmüş oldunuz. Təbii yoldaşlar, tek üsul bu deyil. Excel zaten çox şaxəli bir proqram olduğu üçün fərqli üsullarla da eyni qəddə bunu etmək mümkündür. Dostlar, bugünkü dərsimiz bundan ibarət idi. Gələn dərsdə görüşənədək.